Böyle dostlar, taksi işləməyin də çox çətinlikləri var. Avtobus yoluna girmə, müştərini, sərnişini düşürmə ancaq problemdir. Mən son 3 həftədə Allah bilir nə qədər cərimə olunmuşam. Hadi bugün də mən bir cərimə gəlib, dayanma durmada 80 manat 2 bal. Bezmişəm. Aidiyyəti olan qurumlar mı deyim, ayna mı deyim, axı bir bu taksilərə də bir rəviz yansın da. 2 manat gediş başına bizə 1 manat aya düşür ya yox. 25 gediş günə getməliyəm ki, mənə 20 manat, 25 manat arası pul çatsın. Mən sigaret çəkən deyiləm, spirtli içki qəbul edən deyiləm. Bunu istifadə edənlər var. Sigaret pulu, su pulu, mən sadəcə su alıram. Ona pulum çıxır. Demək istədim odur ki, qazandığımız, mən günə 18 saat ən azı maşın sürürəm. Ən azı 18 saat maşın sürürəm. Mən 25 gedişi bəzən eləyə bilirəm, bəzən eləyə bilmirəm. Nə olar, bizi də nəzərə alın. Nə qədər biz cərimə ödəməli olaraq, nə qədər pravamıza bal yığılacaq. Daha bilmirik özümüz, canımız boğaza yığılıb, bilmirik necə eləyək, sərnişini harada düşürək, necə götürək. Yolun ortasında həyəcan siqnalını, işığını, avarini deyirlər, onu qoşuruq, arxadan maşından siqnallayır. Seçlər, təkillər, axı bizdə bir nəzər alında. Olmazdırmı ki, belki biz taksilər sərnişin götürmə və yaxud düşürmə zulağı, bizlər avtobus xəttinə girə bilək və yaxud sərnişin hara deyilsə orada düşürə bilək də sərnişini ən azından. Çünki nə qədər biz cərimə verməli olaraq. Biz ancaq qazanırıq, ya şirkəti dolandırırıq, ya da cərimə edirik. Nə olar ki, bir insafa gəlir, bizim gibi kasıbları bir düşünün, xahiş edirik. Daha bezdik, nə qədər var. Bir də qalıb ki, bu bir ip götür özümüzü asar, hansısa bir köprüdən özümüzü atar. Onsuz da yetəri qədər problem yaşayırıq bu Azərbaycanda. Maddi sıxıntımız bir tərəfdən, xəstəliyimiz bir tərəfdən. Xahiş edirəm. Daha doğrusu taksilər adına xahiş edirik. Bizi nəzərə alın. Nə qədər olar, nə qədər cərimə olar, nə qədər problem olar. Bir balaca maşın təkəri avtobuslarına girən kimi 100 manat 2 bal. Müştəri düşürtmüşəm, geniş ərazidə ətrafda maşın deyilən bir şey yoxdur. Heç mənə bir təhlükə yaratmışam, nə bir şey. Cərimə gəlib 80 manat 2 bal nədir ki, dayanma durmadı, orada maşın saxlamaq qadağandır, işarəsi var. O işarə də biraz qabaqdadır ya. İnanırsınız, bezmişik də bu cərimələrin əlindən. And olar, bezmişik. Belə dərd olar, belə problem olar. Nə qədər problem çəkirik biz. Azərbaycanda, qurban olduğum Azərbaycanda çox inkişaf eləmiş ölkədir. Yəni ki, hər şeyimiz var. Bizdə ən mükəmməl işləyən cərimə prosesidir. Cərimələr bizdə super işləyir, qardaş. Heç bir qurum belə işləmir. Bir tek cərimə super işləyir. Saniyəsində çəkirlər. Saniyəsində cərimə protokol tərtib edirlər. Kəş başqa qurumlarda, başqa yerlərdə belə işləsəydi. Bezdik. Avtobus zolağına girə bilmirik, avtobusları təhlükə yaradırıq. Amma avtobus sürənlər bizim yolumuza da girir, bizi sıxırlar da, bizə təhlükə də yaradır. Amma biz dərdimizi kimə deyə bilmirik. Necə eləyə bilmirik, qardaş. Almışsa çıxılmaz vəziyyətdə. Bir tek mən deyiləm, bir tek mənim problemim yoxdur. Azərbaycanda bir tek mən taksi işləmirəm. Bir tek mən sözsüz deyiləm.
Mənim kimi milyonu var bəlkə Azərbaycanda. 1-2 manat çörəyinə çıxır. Problemi olanlar var. Krediti olanlar kredit verirəm. Mən kreditini verə bilmirəm qardaş. Ancaq cərimə. Daha normal bir iş də yoxdur. 18-20 saat maşın sürürük, adam key kimi olur. Bu cəriməni də bir tərəfdən yüklənmirlər. İnsanıq da biz. Müsəlmanıq da biz. Oturmuşsuz kresloda, oradan cərimə yazmaqla deyir ki, abi bu kasıblar da bir fikirləşirlər, bu ehtiyacı olanlar da bir fikirləşirlər. Bu bədbaxtlar necə dolanır, nə yiyir, nə içir. Nə vermiş? Cəmaat da qalıb çıxılmaz vəziyyətdə. Hara getsin, necə etsin, kimə dərdin desin. Bilmirəm ki, bilmirəm. Bu gedişlə bu taksiliyin də daşını atmalıyam. Çox güman ki, 1-2 günə, bazar gününə qədər işləyim. Təhvil verin maşını, özümə başqa bir iş gəlsin. Çünki daha variant yoxdur qardaşım. Adam bezib. Qazandığım, bu qədər qazanmıram, bu qədər cərimə verirəm. Mən özüm öz qidama o qədər pul xərcləyə bilmirəm. Ekonomi eləm ki, kreditini verə bilim. Amma ki, bu cərimə elə gəlir. Cəriməyə elə pul qazanıb verirəm. Bu qədər də olmaz axı. Bu qədər də olmaz axı. Bu dünyanın o biri tərəfi də var da. Bu dünyanın o biri tərəfi də var. Bu qədər kasıbları, bu qədər ehtiyacı olanları incitməzlər. Bu qədər sıxmazlar. Bu taksilər üçün necə bir şərait yarada bilir? Siz bu boyda 10 milyonluq ölkədə, hər şəraiti olan ölkədə, nefti olan ölkədə, hər şey olan ölkədə necə bu kasıbları, bu taksi sürənləri düşünən yoxdur. Düşünün, bir variant fikirləşə bilmirsiniz bunlar üçün. Onlar müştərini harada düşürsünlər. Olmazdır ki, bu cərimə yazmasın. Sənin işindir də, harada dayanıb, deyəndə ki, biraz qabağa gəlib deyinirlər. Siz heç olmasa bir şərait yaradın. İstədiyiniz yerdən sərnişini düşürə bilək, sərnişini götürə bilək. Heç olmasa buna görə cərimə yazmayın. Bezmişik bu Azərbaycanda. Yine bu cərimələrdən bezmişim ben. Vallahi heç kim kefindən, heç kim necə deyirlər, kefindən 18-20 saat sükan arxasında əyləşməz. Hər bir sərnişinin kaprizini, minnətini götürməz. And olsun Allah, ehtiyacımız var deyilir. Yəni ki, heç kim kefindən eləmir. Hələ bir iki maddelərine çıxın. Bilmirəm, bu videonu çəkmişəm, indi bunu paylaşsam mənim başım ağrıyacaq. Mənim üçün problem yaradacaqlar, yaratmayacaq, onu da bilmirəm. İnanırsınız, bezmişəm öz əlimdən. Bir tək qalıb ki, özümü açım. Ya özümü bir körpüdən atım, ya özümü açım. Çünki bezlik bu kadar problem olmaz ki, kardeş. Nə qədər saat 6'ın yarısı, 6'ya qalmış xətə çıxırıq, gecə saat 3'ə kimi. Yeməyi də maşında yerik, kardeş. Soyumuzu da maşında içirik. Bu kadar problem olmaz ki.